İfadenin qiymətini tapın. İfadəni sadələşdirmək üçün ilk öncə kök addaları bu düsturunu yadımıza salaq. N-ci dərəcədən kök adda, n-ci dərəcədən kök adda A bərabərdir n vur n-ci dərəcədən kök adda A. Və əgər bir də A üstündə, məsəl üçün n-ci dərəcədən kök adda A üstü K varsa, biz K-nı n ilə ixtisar edə bilərik. Yəni n bölünsün K dərəcədən kök adda A yazmaq olar. Bu düsturları xatırlayaq və tətbiq edək buradan. 5-6-ya vursaq 30-cu dərəcədən kök adda 125, 125-ə 5-in kubu kimi baxa bilərik. Çıxılsın 1, bölünsün 60-cı dərəcədən kök adda 125, ona da 5-in kubu kimi baxa bilərik. 3-ü 4-ə 5-ə vursaq 60 eləyər. Üstə gəl 1, üstə gəlsin 1. Bərabərdir. 30-dan 3-ə ixtisar aparsa 10-cu dərəcədən kök adda 5 çıxılsın 1 və 3 ilə də 60-ı ixtisar eləsə 20-ci dərəcədən kök adda 5 üstə gəl 1. 10-cu dərəcədən kök adda 5 bərabərdir 20-ci dərəcədən kök adda 5-in kvadratına. Belə ki, burada da biz 5 üstündə 2 bölünsün 20 yaza bilərik. 2 ilə də 20 ixtisar gedər, 10-da 1 qalar. Yəni ona görə də 10-cu dərəcədən kök adda 5 bərabərdir 20-ci dərəcədən kök adda 5-in kvadratına. Buradan istifadə edək və ya bunu bir t kvadratı ilə əvəz edək. Yəni burada bir t desək, misalımız daha sadə şəkildə gələr. Sürətdə alınar. T kvadrat çıxılsın 1, məxrəcdə t üstə gəl 1 və müxtəsər modüsturun vasitəsilə aça bilərik. T çıxılsın 1, t üstə gəl 1. Buradan yazım ayrıca. T kvadrat çıx 1, t üstə gəl 1, üstə gəl 1. T çıx 1, t üstə gəl 1 şəklində bizim kvadratlar fərqini açırıq. T üstə gəlsin 1, üstə gəl 1 var burada. T üstə gəl 1-lər ixtisar gedir. Qalır t çıx 1, üstə gəl 1 bərabərdir. O da sadəcə t-yə. T isə 20-ci dərəcədən kök adda 5 idi. 20-ci dərəcədən kök adda 5.